Biz deyə bilərik insan birdir. Bəli, amma insanlar çoxdur axı. Hamısı eyni təbiətə malikdir. Hamıda eyni proseslər baş verir. Yalnız görünüşünə və xasiyyətinə görə insanlar fərqlidirlər. Lap övladı da dünyaya gətirsə, insan yenə də birdir. Kəlam deyir, ər-arvad bir bədəndir. İki nəfər necə bir ola bilər? Tanrının gözündə birdirlər. Anlamasaz da bu belədir. Onun riyaziyyəti başqadır. Beləcə, Tanrı birdir dedikdə, biz anladığımız kimi deyil. Baxın, nə mənada işlədilir. İnsanlar həmişə bütlərə istayiş edib, taxtadan, dəmirdən, qızıldan bütlər düzəldib. Hər hansı insana, heyvanlara, aya, günəşə, dağa və s. şeylərə baş əyib. Ona görə Tanrı deyir ki, məndən başqa Tanrı yoxdur. Yəni özünüzə yer üzündə tanrılar düzəltməyin. Mənə, göydə olana səcdə edin. Yaxşı, onda göydə neçə Allah var? Onu heç kəs görmür və bilmir. Göydə 2 Allah, yoxsa 3 bizim üçün heç bir fərq eləmir. Bizə görə o yenə də birdir. Niyə? Çünki göylərdə ayrı seçkilik, ayrı dövlətlər, ayrı hakimiyyət yoxdur. Göydə 5 Allah olsa da belə onlar birdirlər. Çünki istəkləri, niyyətləri birdir. Eyni fikirlərlə hərəkət edirlər. Heç kim bir-birinə demir, yox mən belə istəyirəm, mənim dediyim kimi olsun, ya mən üstünəm. Aralarında heç bir fərq yoxdur. Bu cəhətdən Tanrı birdir. İndi Tanrının oğlu olmağı onu ikidir? Xeyr, Tanrı, oğul, müqəddəs ruh bunlar birdirlər. Çünki eyni düşünürlər. Bu dünyada da birliyi olan cəmiyyətlər var. Onları bir edən eyni fikirlər, eyni məqsədlərdir. Əlbəttə ki, Tanrı kimi bir ola bilməzlər. Aralarında mütləq nədəsə ayrı seçkilik olacaq. İnsan hər cəhətdən bir ola bilmir. Belə söz də var, bir dənəsən. Hər hansı xüsusi cəhətlərə görə belə deyirlər. Birdir sözün mənası çox genişdir. Tanrı da öz təbiətinə, gücünə, qüdrətinə, ehtişamına, bacarığına görə birdir, təkdir. Yer üzündə başqa elə bir qüvvə yoxdur ki, onunla müqayisə olunsun. İncili oxuyarkən gözə çarpan Tanrının İsa ilə olan birliyidir. Heç bir fərq yoxdur. İsa ancaq və ancaq Tanrının dediyini edirdi. Onun istəklərini yerinə yetirirdi. Göydə Tanrı ilə oğul arasında olan birlik, eynən yer üzündə olarkən həmən birlik var idi. Nədir İsanı Tanrıdan ayıran? Heç nə. Buna görə onlar birdirlər. Biz İsa kimi tamlıqla Tanrının dediyini edə bilmirik və bu bizi ondan ayırır. Heç bir insan Tanrıya bütövlüklə itaətli ola bilmir. Hamı günah edir, hamı öz istəyini güdür. Bizim bu fani həyatla bağlı öz istəklərimiz var, həyatdan həzz almaq istəyirik. Amma İsa'nın bir istəyi var idi, Tanrının dediyini etmək. O Tanrının surəti və onun kopyasıdır. O bizə Tanrının kim olduğunu göstərməyə gəldi. Fiziki oxşarlıqdan getmir söhbət, daxili xüsusiyyətlərdən. Amma Yahudilər İsa'nın Tanrı ilə birliyini anlamadılar. Bunu anlamaq çətin deyil, sadəcə insanlar bunu anlamaq istəmirlər.